Dünəndən qalan suşi rollarını yemək olmaz. Bu ciddi qida zəhərlənməsinə və daha da pisi ölümə səbəb olur. Suşi hazırlanandan 4 saat ərzində yeyilməlidir. Bunu bir aşpaz iddia edir. Digərləri isə deyir ki, yox, yemək olar, ancaq soyuducuda saxlamaqla. Molla öz qohumunu zorlayıb. Əqli geriliyi olanı, cinsi zorlayan mollanı isə həbs ediblər. Bilirsiniz məhkəmədə nə deyib? Mən öz əməlimdən peşmanam, xahiş eləyirəm məni bağışlayın. Onu bağışlamaq olarmı? Hər gün belə maraqlı xəbərlər izləmək istəyirsinizsə, bu videonu bəyənin, abunə olun, daim bizi izləyin. İstiyə dözmək yoxsa nəcisin iynə? Hindistanda kondisioner yoxdur deyə alimlərdən biri divara inək nəcisi yapışdırmağı təklif edib. Bunu da elmi cəhətdən əsaslandırıb, amma tələbələr etiraz edib və heç cür bunu qəbul etməyiblər. Bilirsiniz ki, neçə vaxtda Azərbaycanda plastik cərrahlarla bağlı söz-söhbət gedirdi və yoxlamalar başlamışdı. Nəticə etibarilə ən məşhur plastik cərrahlar belə siyahıya düşməyib və sadəcə 42 nəfər plastik cərrahi ilə məşğul olmağa rəsmi icazə alıblar. Amerikada virus əleyhinə saqqız hazırlanıb. Bu saqqızı al çeynə, xəstəliklərin uzaqlaşsın. Amerikanlar yeni bir saqqız icad ediblər və 95% bakteriyaları ağızda məhv edir, üstəlik də sizi qripdən sağaldır. Sağlam xülasə. Qismət.